xeyir olsun. Hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız, işləriniz yaxşıdır. Mən gördüyünüz kimi yepyeni bir setupda qarşınızdayam. Nəhayət ki, artıq mənim də üzbəüz danışmağa kimimsə var. Yəni bilənlər bilir ki, mən Polşada yaşayıram və həmişə deyirəm ki, kəşke YouTube videolarında mənim də belə önümdə danışa biləcəyim biri olardı. Əvvəllər canım gözüm Aytan xanımdan edirdi bunu, amma təəssüflər olsun ki, o Bakıda yaşayır. Mən burada və biz baxdıq ki, bizdə o şəkildə biraz çətin alınır. Amma məndə belə deyək də, maşallah olsun, istedadlı izləyici çoxdur deyə şanslıyam izləyicilər baxımından. Yeganə xanım burada mənimlə bərabərdir. Mənim yenə Polşada yaşayan, Varşavada yaşayan bir izləyicimdir. Çoxdandır düzdür, biz bir yerdəyik. Mən lap səhifəmi açandan demək olar ki, ilk izləyicilərimdən olub Yeganə xanım da. Və düşünürəm ki, yəni bu tərz formatı olan bir proqrama elə biri lazımdır ki, yəni həm şəxsi inkişafla çox maraqlanan olsun, həm psixologiya təhsili var Yeganə xanımın. Yəni hamısı üst-üstə bir növ, necə ki Aytan xanım əvvəllər sizin səsiniz idi. Bu dəfə də Yeganə xanım fərqində söhbətlərdə bizim açdığımız mövzularda belə deyək sizin səsiniz olacaq. Yeganə xanım, xoş gəlmisiniz. Bu dəfə açılışı mən edirəm, amma bundan sonra hamısı sizdədir də, bilirsiniz yəqin ki. Sağ ol, xoş gördük. Xoş gördük və sizi 2024-cü il avqust ayında yeni izləməyə başlamışdım və o zaman Telegram kanalımızda 20 neçəsə izləyici var idi. Yəni bugün buradayam və mənim üçün də maraqlı olacaq. Həm canlı podkast dinləyəcəm, həm də ki suallarımı bəlkə də vermək şansım olacaq və mənim üçün də maraqlıdır. Yeganə xanım mənim həmişə challenge-dən sualları olur, çünki çox detalcı və analitik bir insandır. Məndən 5 betər. Ona görə də görək də bu proqramın axırı hara gedəcək. Özünə demişəm ki, deyirəm ki, bilirəm ki, siz də çox sual verə bilərsiniz. Mən də çox danışan biriyəm. Bu proqramı 3-5 saatlıq etməyərək görək necə olur. Yəni bu artıq qəşəng çoxlu mövzu ideyalarımız da var. Məncə başlayaq düzdür. Nədən danışırıq? Siz deyin. Mən bilirəm onsuz nədən danışacağıq, amma siz başlayın, təqdimatımızı edək və başlayaq danışmağa. Bugün giriş mövzumuzu təslimiyyətlə eləyəcəyik və ümumilikdə baxaq görək təslimiyyət nədir və yalancı təslimiyyət, doğru təslimiyyət, necə bilək ki, biz təslimiyyətdəyik və s. Və ən sonda da ümumilikdə yekunlaşdıraq insanlara konkret bir xəritə vermək üçün. Və başlayaq. Təslimiyyət nədir? Başlayaq. Ümumiyyətlə mən belə bir şey deyim ki, yəqin ki bu videonu daimi izləyicilərimiz çox belə izləyirlər, YouTube videolarını çox sevirlər və həmişə mənə bu sual gəlir. Təslimiyyət nədir? Necə təslim olaq və s. Və mən də həmişə proqramlarımda da izah edirəm bunu. Podkastlarımda da yəni izahlarım var, Telegram podkastlarında təslimiyyətlə bağlı, amma sanki heç vaxt belə tam oturmurdu yerinə və düşündük ki, bu dəfə sezonu elə təslimiyyət videosu ilə açaq ki, çünki belə bir məsələ var. Yəni şəxsi inkişafla məşğul olan hər kəs bilir ki, əgər siz deyirik ki, istəyirsiniz arzularınıza çatmaq istəyirsinizsə, yəni bir növ bu həyatı axışında istədiyiniz kimi yaşamaq istəyirsinizsə, deyirik ki, biz təslimiyyətdə olmalıyıq. Ümumiyyətlə frekans olaraq da ən yüksək frekans təslimiyyət frekansıdır. Yəni o frekansa çatan insan onsuz da yəni hər tərəfli şəkildə rahatlamış, hər mənada rahatlamış bir insandır və biz də bir növ sanki bu həyatda hər birimiz fərqli şəkillərdə təslimiyyəti öyrənirik. Yəni söhbət burada sadəcə maşın necə alım, onun üçün necə təslim olundan getmir də. Bu çox belə dayaz qalır onda söhbət. Məsələ yəni ümumən həyata baxışdan gedir ki, bütün həyatı sanki təslimiyyət fəlsəfəsi ilə yaşayanda bizim hər birimizin həyatı necə axara düşə bilər. İndi bunu biz burada bugün araşdıraq sizinlə bərabər. Ona görə də yəni təslimiyyət nədir sualına əslində məsələn insanlar sizdən soruşa bilər ki, filan şey nədir? Sən də deyərsən ki, bu budur. Hə, bunun cavabı budur. Amma təslimiyyət bir şey deyil ki, siz onu başa düşəsiniz və tətbiq etməyə başlayasınız. Təslimiyyət bilirsinizmi? Təslimiyyət bir sanki siz bir çox mərhələni keçirsiniz və ən sonda gəlib o bütün keçdiyiniz mərhələlərin necə deyirlər bir medalı kimi sizə təslimiyyət gəlir. Çünki təsəvvür edin, məsələn, keçmişini buraxa bilməyən insan təslim ola bilmir. Düzdür, bu birinci. Nə bilim, daima inciliklərinə tutulub qalan insan, yenə də bu keçmişi buraxa bilmir, indiki zamanda yəni həmişə zehni nəyəsə ilişib qalır. Bu insan təslim ola bilərmi? Ola bilməz. Yəni demək ki, bizim təslimiyyət o istədiyimiz bir şey sanki ən sonda o desertin ən dadlı yeridir, amma biz onun üçün birinci o deserti hazırlamalıyıq. Bu belə bir məntiqdir əslində.
Və siz məsələn soruşdunuz o yalançı təslimiyyətlə bağlı. Yəqin ki, maraqlılar ki, birinci yalançı təslimiyyət nədir? Ondan danışaq. Məsələn, sizcə yalançı təslimiyyət nədir? Necə görərsiniz bunu? Heç bir hərəkətə keçmədən prosta axışına buraxmaq ola bilər. O da ola bilər. Yəni məsələn çox insan bunu edir ki, yəni mən axışdayam. Mən məsələn bunu heç sevmirəm ki, məsələn mən buraxmışam hər şeyi, nə bilim kainata, məsələn nə bilim hər şeyi Allaha buraxmışam. Yox, yəni bu şəkildə olmamalıdır. Sən bura hər şeyi Allaha və ya kainata buraxmağa gəlməmisən. Sən bura tam tərsinə bəli hərəkətə gəlmisən. Amma yalançı təslimiyyəti biz belə bir nə bilək komponent kimi də nədir bunun komponentləri desək, mən deyərəm ki, məsələn biri məsələn biz çarəsiz hiss edirik. Çarəsiz hiss etdiyimiz anlarda deyirik ki, hə tamam mən təslim oldum. Mən buna məsələn yalançı təslimiyyət deyirəm. Çünki bu əsl təslimiyyət deyil. Məsələn mübarizə şəraitində sən mübarizə aparırsan, mübarizədən yoruldun, təslim oldun. Bu əslində təslimiyyət deyil. Bu sadəcə yorulub geri çəkilməkdir. Və yaxud da ki, məsələn, küsmək təslimiyyət deyil. Həyatdan küsürük. Məsələn, soruşsan, deyir ki, mən artıq hər şeyi, yəni, nə bilim, buraxmışam kainata, buraxmışam Allahın ümidinə, küsmüşəm deməkdir bu. Düzdür? Bu da təslimiyyət sayılmır əslində. Yəni, bütün bunlar hamısı bir növ elə fikirləşin ki, yalançı təslimiyyətə gedib çıxardır bizi. Aydındır. Bəs yalançı təslimiyyəti necə bilək ki, biz yalançı təslimiyyətdəyik? O bilirsiniz necə? Siz məsələn nəyə baxmalısınız orada? Siz o təslim olduğunuz ana baxmalısınız məncə ki, məsələn siz nədən sonra təslim olursunuz? Bir ona baxmaq lazımdır ki, məsələn bir şey üçün çalışıram. Mənə həmişə belə sual gəlir ki, əlimdən gələni etdim, sonra buraxdım. Onda bu təslim olmaq sayılır, düzdür? Orada belə, yəni əslində tam cavab hə, tamam bu təslim olmaqdır deyil. Çünki orada belə bir məsələ var. Tamam, əlimizdən gələni etdik, sonra buraxdıq. Bu hissəsi mənə okey, məndə problem yoxdur. Amma əsl təslimiyyət odur ki, biz harda buraxırıq? Biz orada buraxırıq ki, görürük ki, artıq buradan sonrası məndən doğrudan da asılı deyil nəticə. Məsələn, nəticə xarici faktordan asılı. Nəticə bir başqasının iradəsindən asılıdır. Tutaq ki, deyirəm, mənim məsələn bir xəstəliyim var və mən bilirəm ki, bu xəstəliklə məsələn başa çıxa bilmək üçün mən nə bilim həyat tərzimi dəyişdirməliyəm, sağlam qida alım və s. və s. Burada məndən asılıdır, düzdür? Yəni burada artıq mən təslimiyyət odur ki, mən bir növbəli xəstəliyə o dırnaq arası deyirəm, təslim olub deyirəm ki, tamam, sənin məndən tələblərin nədir? Sən nə istəyirsən məndən? Bədənimə yaxşı baxmağımı, az stres etməyimi, başqalarının məsuliyyətini öz üstümə götürməməyimi, tamam. Mən bunu götürürəm üstümə. Yəni bir növ təslimiyyət bax budur. Xəstəliyimlə mübarizə aparmaq yerinə, məsələn, onun mənə mesajı nədir? Keçən dəfə bunu Instagram storylərdə danışmışdıq hələ ki, o xəstəliyin mənə mesajı nədir? Baxıram ki, bunu məndən istəyir. Deyirəm, tamam. Mən bax bunları edirəm və bu nəticə artıq məndən asılıdır, düzdür? Amma bəzi nəticələr, məsələn, siz istəyirsiniz ki, biri sizi sevsin. Düzdür, yəni deyirsiniz ki, məni sevməlidir, mən bu qədər çalışıram. Məsələn, evlisiniz, baxırsınız ki, həyat yoldaşınız sizə hələ də istədiyiniz kimi diqqət göstərmir. Çünki, yəni, belə deyək də, bu adamın sevgi göstərmə şəkli ilə sizinki bir deyil. Və siz artıq bu şəkildə istəmirsiniz, düzdür? Və burada artıq bir yerdən sonra biz, yəni, sanki qarşı tərəfin iradəsinə istəyirik ki, necə edim ki, məsələn, məni sevsin, necə edim ki, mənə hədiyyə alsın, necə edim ki, onu etsin, bunu etsin. Bu artıq ümumiyyətlə, məsələn, burada biz təslimiyyətdən danışa bilmərik, düzdür? Çünki mən bir başqasının, yəni bu xarici faktordur. Bunun nəticəsi məndən asılı deyil. Məndən asılı olan şey nədir? Məsələn, tutaq ki, mən gedirəm, öz üstümdə işləyirəm, münasibətlərlə bağlı bir şeylər öyrəndim. Bu məndən asılıdır, düzdür? Amma qarşı tərəfin verəcəyi reaksiya məndən asılı deyil. Avtomatik şəkildə mən bax orada artıq bilirəm ki, mən bax burada, yəni dayanmalıyam. Mən artıq bundan sonrasını qarşı tərəfə buraxmalıyam. Yəni siz həmişə özünüzə o sualı verməlisiniz ki, harda mən belə deyək, nəticə məndən asılıdır, hara qədər? Hara qədər yəni mən bunu apara bilərəm? Hardan sonrası artıq məndən asılı deyil. Və mən artıq ondan sonrasını bəli buraxa bilərəm. Bax o çox tez-tez sual verirsə mənə, hardan bilək ki, əlimizdən gələni harda yəni etmişik. Bax budur, yəni artıq nəticənin məndən asılı olacağı yerə qədər mən maksimumumu çatdırıram. Ondan sonrasını artıq bilirəm ki, qarşı tərəf var, qarşı tərəfin necə deyirlər, özgür iradəsi var. Artıq hər şey ondan asılıdır. Bax bu şəkildə bilə bilərsiniz.
Təşəkkür edirəm cavabladığınız üçün. Burada başqa bir sual gəlir ki, Hı hı. bəzi insanlar əslində əlindən gələni etmirlər, amma özlərini bir yalana inandırırlar ki, mən əlimdən gələni etdim. Bəli. Bununla bağlı nə deyə bilərsiniz? Bununla bağlı da bir podkast paylaşmışdım. Mən hətta demişdim ki, hardan bilirsiniz ki, əlinizdən bu qədər gəlir? Yəni ümumiyyətlə əlindən gəlir deyirsiniz amma məsələn nə bilirsiniz ki, əlinizdən gələn əslində nə qədərdir? Və bir sual vermişdim hətta Telegramda mən izləyicilərimə və YouTube-da da bununla bağlı çabalama illüziyası adlı bir video çəkmişdim, izah etmişdim ki, yəni biz deyirik əlimdən gələni etdim, amma həqiqətən insan bir illüziyanın içərisinə düşəndə, o mənim dediyim o çabalama illüziyası ki, içərisinə düşür və insana elə gəlir ki, mən özüm belə bunun içərisində dəfələrlə düşmüşəm. Yəni elə bilirsən ki, sən çox çalışırsan da, yəni elə bilirsən ki, sənin çünki enerjin artıq tükənib deyə, o enerjini nə tükədir? Enerjin əslində müqavimət tükədir. Yəni o qədər daxildə gərginsən, o qədər əslində axışa doğru, yəni axına qarşı o qədər müqavimətdəsən ki, enerjin tükənir və sən bir illüziyanın içərisinə gedirsən ki, sanki mən çox mübarizə aparıram, məndə alınmır. Amma real fakta baxanda biz görürük ki, sənin mübarizənin içərisində hərəkət və addım yoxdur əslində. Aydındır, amma sən sadəcə artıq burada bitmisən. O da bilirsiniz nəyə görə? Sanki məsələn bir var küləyi arxama alıb gedirəm, bir də var ki küləyə belə oradan əsir, mən də ona qarşı gedirəm. Düzdür, o axışda olmaq məsələsi ilə bağlı, axış və təslimiyyətlə bağlı. Yəni bunlar belə bir şeydir. Bir də var ki məsələn mən bir var ki külək arxamdan gedir, mən artıq onda o gücü hiss edib gedirəm. Bir də var ki, mən küləyə qarşı gedirəm deyə. Bir müddət sonra çox az addım atsam belə yoruluram ki, mən bezdim. Mən çox addım atmışam. Bax, əslində yəni məsələ budur. Çox vaxtda həqiqətən əlimdən gələni deyirsiniz. Yəni həmişə özünüzə sual verin ki, səmimi olmaqda, yəni ki, həqiqətən əlimdən bu qədərmi gəlir? Yəni və yaxud da ki, əlimdən gələni etdim dediyim şeylər nədir görəsən? Onları bir atın, yəni oturub masaya qoysaq, görəcəyik ki, həqiqətən orada konkret nəticəyə xidmət edən bir addım çox vaxtı yoxdur. Məsələn, mən qışqırmışam, bağırmışam, deyirəm ki, münasibətim üçün əlimdən gələni etdim. Amma əslində etdiyim şey, nə bilim, otaqda oturub ağlamaqdır, yoldaşıma şikayət etməkdir, rəfiqəmlə oturub bütün bunları səhərə kimi danışmaqdır, amma bunlar əlimdən gələni etmək sayılırmı görəsən? Bu sizə sual. Gedin fikirləşin. Təşəkkür edirəm. Cavablarınızı bəlkə də yazsınlar görək insanlar. Bəli, əlbəttə. Yəni izləyicilərlə fikirləşdilər, düşündülər və nə nəticəyə gəldilər və məncə burada bunu deyə bilərik ki, məsələ bəlkə də özümüzlə səmimi olmağa gəlib çıxır nəhayətində. Bəli. Belə bir sual gəlir ağlıma ki, təslimiyyətlə bağlı. Təslimiyyətdə olmalıyıq xəyallarımıza çata bilmək üçün. Çünki təslimiyyət yüksək frekanslı enerjidir və yəni sanki tək yol buymuş kimidir və yaxud da xəyallarına çatmırsansa sən təslim olmamısan kimi. Bu mövzuda siz nə düşünürsünüz? Əslində bilirsiniz necədir? Baxır məsələn bu mövzunu siz necə tam olaraq dərk edirsiniz, düzdür? Çox insanın səhvi ordadır ki, elə fikirləşirlər ki, təslimiyyət bərabərdir, onda mənim həyatda hər istədiyim olacaq. Əslində narsis təslimiyyət bunun tam tərsidir. Yəni elə bir şey deyil. Təslimiyyət bunun tam tərsidir ki, yəni məsələn hər istədiyimin olmayacağını anlamaqdır təslimiyyət. Hər istədiyim olsun, həmən təsliməm demək, bu onsuz da sanki balaca bir uşaq sizi marketə aparıb və deyir ki, bunu da al, hamısını istəyirəm və ondan sonra ancaq üzü gülür. Yəni bu məsələn, bu da yalançı. Yəni sanki ümumiyyətlə biz təslimiyyəti burada başa düşməmiş oluruq avtomatik şəkildə. Yəni bəli, təslimiyyətdə olan insanın həyatı axında olur, axışda olur. Amma o demək deyil ki, o insanın önünə, necə deyirlər, maneələr çıxmır. Biz bunu bilməliyik. Yəni, bəli, siz təslimiyyətdə olan bir insan ola bilərsiniz və sizin bir səhər oyana bilərsiniz ki, yəni də deyirəm, siz bir xəstəliyiniz var. Bilmirəm, sizin məsələn maliyyə problemi yaşaya bilərsiniz. Onsuz da təslimiyyət sizin o problemlərlə necə başa çıxa bilmə halınızdır. Aydındır. Yəni təslimiyyət ona görə deyirəm ki, məsələn, bir etap bir şey deyil ki, hə bunu öyrənim, bundan sonra mən təsliməm deyə həyatımı davam edim. Yox, təslimiyyət daima sanki bir fəlsəfə kimi düşünsək bunu, sizin o problemlərlə başa çıxa bilmə şəklinizdir. Hətta elə buradan o gələk ki, məsələn, çox insan, siz də mənə bunu soruşmuşdunuz ki, təslimiyyət və axışda qalmağın fərqini soruşmuşdunuz ki, yəni məsələn, bunların arasında bir fərq varmı? Baxın, eyni yerə gedib çıxırıq. Məsələn, birinci təslim olmalıyam ki, axışda qala bilim.
Baxın, məntiq budur əslində. Çünki təslim olmadan mən həmişə axışa qarşı gedirəm. Hətta təslimiyyətin fəlsəfəsinə yəni təkrar baxsaq, siz dediniz ki, danışarıq ki, təslimiyyət nədir? Yəni təslimiyyətin fəlsəfəsinə baxsaq, məsələn, təsəvvür edin ki, biz suyuq. Su nədir? Su axır, düzdür? Məsələn, özünüzü su kimi təsəvvür edin. Siz axırsınız. Su gedir, məsələn, suyun önünə nə çıxır? Qaya çıxır. Nə bilim, böyük daşlardan ibarət maneələr çıxır, düzdür? İndi belə bir sual. Su nə edir? Su deyirmi ki, burada qaya var, geri qayıdıram mən. Qayıtmır. Su orada nə bilim küsüb otururmu? Küsüb oturmur, düzdür? Su nə bilim orada qayanı deşmək üçün var gücü ilə qayaya belə çırpınıb orada deşik açmağa çalışırmı? Əslində onu da etmir. Su nə edir? Bir dənə fikirləşin. Su yandan, böyürdən, altdan, üstdən keçir gedir. Yəni axışda qalmaq budur əslində. Amma o axışda qala bilməsi üçün su öncə nə etdi? Su öncə təslim oldu qayaya ki, tamam, sən buradasan. Yəni o qayanı məsələn bir xəstəlik kimi görə bilərsiniz, bir maddi problem kimi görə bilərsiniz, münasibət problemi kimi, hər şeydə, yəni hər şey. O qaya ordadır. Gəldi, çarpdı. Düzdür? Suyam, gəldim, çarpdım qayaya, problemim var orada. Tamam. Amma su nə etdi? Qayadan küsmür, qayaya qarşı müqavimət göstərmir ki, sən kimsən, mənim yolumdasan, mən səni buradan aparacağam. Su geridə qayıtmır. Su təslim olur qayaya ki, sən buradasan. Nə edir? Problemi görür. Ki, burada problem var. O problemi görəndən sonra nə edirik biz? Deyirik ki, tamam, mən bu problemlə, yəni mövcud vəziyyəti qəbul edir, təslim olur. Ondan sonra deyir ki, tamam, indi nə edə bilərəm? Görürsünüz də yanından axır, böyründən axır. O qədər axır ki, bəzən qayada belə, o səhv deyə bilərəm, amma məsələn aşınmalar olur. Arasından su sızıb keçir. Bax, bir şəkildə, yəni oradan çıxır. Bayaqki nümunədəki kimi xəstəliyim var deyirəm. Yəni bir var ki, xəstəliyə fokuslanıram ki, mən niyə xəstə oldum? Xəstəliklə düşmən kimi mübarizə. Bir də var deyirəm ki, səbəbləri nədir? Məsələn, səbəbi budur ki, çox stres yaşayıram. Səbəbi budur ki, mən çox üstümə məsuliyyət götürmüşəm və s. Araşdırıram, deyirəm, tamam. Yəni demək ki, bu xəstəliyin mənə mesajı nədir ki? Mesajı odur ki, sən başqalarının biraz məsuliyyətini azalt, yəni öz üstünə götürdüyün, sən biraz daha belə deyək, öz qeydivə qal, məsələn. Düzdür? Bunları deyir mənə. Biraz sağlam qidalanım. Okey, mən başlayıram mesajı görməyə. Nə etdim? Birinci qəbul etdim, qayanı gördüm, problemi gördüm, ona təslim oldum. Təslim olandan sonra da baxdım ki, bunun içərisində, mövcud situasiyada mən necə yol tapa bilərəm? Yəni təslimiyyətin tamamən fəlsəfəsi bundan ibarətdir əslində. Çox ətraflı izah etdiniz. Təşəkkür edirəm bunun üçün. Və əslində növbəti sualım təslimiyyət və axışda qalmaq arasındakı fərq olacaq idi. Siz biraz bəhs etdiniz və bunun üzərinə əlavə etmək istədiyiniz bir şey varmı? Yəni təslimiyyət və axışda qalmaq arasındakı fərq. Yəni həmişə bu elə bayaq dediklərimi nəzərlərində saxlasalar əslində bu onlara kifayət edər deyə düşünürəm. Çünki yəni insan həmişə fikirləşir, təslim olmadan axışda qala bilməz. Yəni bunu həmişə, bu məsələn mən özümə də bunu fəlsəfə kimi götürmüşəm ki, yəni təslim olmasam axışda qala bilmərəm. Öncə təslim olmalıyam və təslim olmaq nə idi? Problemi görməyi bacarmaq. Axışda qalmaq nə idi? Artıq prosesin içərisində, hətta mən bunu tez-tez vurğulayıram. Məsələn, şirkətlər, hətta böyük korporasiyalar belə niyə keçir olurlar, nə bilim, agile. Nədir agile? Agile nədir? Agile yəni bükülə bilən, çox flexible ola bilən deməkdir. Nəyə görə çox böyük milyard dollarları idarə edən korporasiya demir ki, dediyim dedikdir. Mən bunu deyir ki, agile olaq istənilən bir yəni prosesdə. Necə olaq? Yəni problemi görək və problemə uyğun davranaq deyir. Demir, problemi ortadan qaldıraq, problemi məhv edək. Deyir ki, problemi görək, problemə uyğun davranaq. Yəni ona görə də məsələn tutaq ki, o agile metodologiyasında siz heç vaxt heç nəyi öncədən çox da planlamırsınız. Aşağı yuxarı bir ideyanız olur, düzdür, amma o ideyaya doğru hər şey planlı getmir. Siz deyirsiniz, çünki bilirsiniz ki, yolda qarşınıza fərqli qayalar, daşlar çıxa bilər və hər dəfə o problem çıxanda oturub fikirləşirsiniz ki, bax bu problem burdadır. Bunun mən yanından, böyründən problemə baxmayaraq necə davam edə bilərəm? Yəni təsəvvür edin ki, yəni dünyada milyardları idarə edən insanlar belə ilk öncə sanki çözdüyü fəlsəfə budur ki, öncə təslim ol, sonra problemi gör, sonra problemə uyğun şəkildə axışda qalmağı öyrən. Yəni hər yerdə bu belədir. Sadəcə sanki biz individual insanlar bilmirəm, əziyyətmi çəkirik bundan, bəlkə öz həyatımıza
uyğunlaşdırmaqda çətinlik çəkirik. Ki bu da asan deyil əslində. Yəni bunun üçün də yəni şəxsi inkişafa yeni başlamış birinə bunu desəm bəlkə çətin gələcək onu bunu başa düşmək. Çünki bizə öyrədiblər ki, problemlə mübarizə apar. Biz amma heç kim başa salmır ki, sən problemə təslim ol. Əslində problemlə, necə deyirlər, problemlə başa çıxmağın ən rahat yolu birinci ona təslim olmaqdır. Çünki mübarizə apardığımız hər şeyə fokusumuzu veririk. Fokusumuzu verdikcə problemi zehnimizdə daha da çox böyütməyə başlayırıq. Yəni istənilən bir məsələdə bu belədir. Yeni bir işə başlayacaqsınız. Yəni məsələn bu gün gəlmişik bura. Mənim də Polşada 2 dəfə studiya çəkilişimdir. Əvvəllər nə bilim evdə edirdim, Aytan xanımla edirdik. Hər dəfəsində fərqli problemlər yaşayırdıq. Bu videonu məsələn çəkirik, heç bilmirik necə çıxacaq düzdür, xəbərimiz yoxdur. Amma yəni biz bunu indi var ki, oturaq bunu problem kimi görək, yarım saat onunla əlləşək, bura 1000 dənə adam yığaq ki, elə olmasın, belə olsun, belə görünək. Amma bir də var ki, biz deyirik ki, okey da, yəni biz bunu çəkək. Baxaq görək sonra nə problem var, sonra gələn dəfə onu bu cürə. Yəni biz əslində nə edirik yenə? Təslim oluruq öncə. Özümü axışa buraxıram. İkimiz də bu dəqiqə axışa buraxmışıq ki, görək məsələn bu video necə çıxacaq, düzdür? Bax bu onun fəlsəfəsidir. Amma məsələn onu bacarmasaq, biz gələk 2 saat burada fikirləşək ki, ay Allah bu işıq buradan düşdü, ay Allah bizim üzümüz düşürmü, bilmirik, xəbərimiz yoxdur. Çox səmimi, yəni görə biləcəyiniz ən səmimi podkast. Bilmirik, heç mikrofon görəsən nə bilim səsimizi almırmı, xəbərimiz yoxdur, düzdür? Amma bunu da eləyə bilməsək fəlsəfəsini, yəni bu məntiqlə gedə bilməsək biz başlaya da bilməyəcəkdik. Düzdür? Yəni bütün hər şeyinizi bax bu fəlsəfəyə uyğunlaşdıra bilərsiniz. Yəni siz də, izləyicilər də oturun, yəni tez-tez dinləyin bu podkastı və həyatınızı yəni nəzərdən keçirdəndə görəcəksiniz ki, əslində o problem kimi gedib gəlib dəydiyiniz o məsələlər əslində necə yanından, böyründən, o tərəfindən, bu tərəfindən keçib, yəni sizin sadəcə həyatınıza əslində rəng qata bilər, hətta belə deyərdim. Və bayaqdan biz danışdığımız mövzular, yəni real həyatdan nümunələrdir. Ya xəstəlik, maddi problemlər və s. Bəs ümumilikdə biraz daha spiritual yanaşsaq, biz həyata təslim olmaq üçün gəlmişiksə, o zaman niyə mübarizə aparırıq davamlı? Bu çox qəşəng sualdır və təsəvvür edin ki, belə bir məsələ var. Ümumiyyətlə, həm insanın məncə xislətində var ki, biz sanki digər tərəfi görmədən bu birisinin qədrini tam anlaya bilmirik, mahiyyətini anlaya bilmirik, hətta mən deyərdim. Və belə bir şey var. Biz həyatda bəli mübarizə aparmağa gəlirik ki, bir növ əslində təslimiyyəti öyrənək. Elə fikirləşin, məsələn, biz gündüz olmasa gecənin mahiyyətini anlaya bilmirik, düzdür? Yəni bilirik ki, məsələn təsəvvür edin ki, sizi məsələn mən indi aparıram 2-3 gün ancaq gündüzdür orada. Özünüz necə istəyirsiniz ki, bir gecə gəlsəydi, amma normalda bəlkə minlərlə gecəniz olub, heç vaxt onun fərqinə varmamısınız ki, gecə sizə necə, yəni nə üçün lazımdır ümumiyyətlə, düzdür? Nə bilim, ağ olmasa biz qaranın mahiyyətini başa düşə bilmirik. Yəni insan elə fikirləşin ki, o kontrastı başa düşə bilmir, sanki digərini görmədən. Mübarizədə olmasa, mübarizə məntiqdə olmasa, biz təslimiyyətin sanki mahiyyətini başa düşə bilmirik. Sanki müharibə olmasa sülhün kimsə anlamaz ki, sülh nədir, sülhün mahiyyəti nədir, biz niyə sülh şəraitində yaşayaq ki? Amma biz bir dəfə müharibə görək, hamımız oturub sülh istəyəcəyik ki, sülh olsun, düzdür? Biz bir neçə gecə bizdə gündüz olmasın, gecə qalaq, biz deyərik ki, bir gün işığına çıxsaydım, onu istəyərik. Və mübarizədə bunun üçün, yəni sanki bir alqoritm kimi bunu başa düşsək, biz mübarizə aparmaq üçün bəli gəlirik bu həyata. Bizə belə sanki belə kodlanır ki, sən mübarizə aparmalısan. Amma o mübarizənin içərisində biz nəyi anlayırıq? Bayaq dediyim məsələ ki, əslində mən su mənəmsə, mən gedib mənim vəzifəm o qayaya çırpılıb onunla mübarizə aparmaq deyilmiş. Sən demə mənim vəzifəm o qayaya baxmayaraq, onun yenə də dedik hardan, yanından, böyründən, o tərəfindən, bu tərəfindən ona baxmayaraq oralardan keçib getməyiymiş. Və biz bunu heç vaxt başa düşə bilmərik. Biz bir dəfə gedib qayaya çırpırıq, bir dəfə küsülük qayadan keçib otururuq bir qıraqda. Sonra nə bilim bir dəfə deyirik ki, yox mən qayaya təslim olmuşam, otururam gözləyirəm ki, qaya öz-özünə oradan tərpənəcəkdir. Və bütün onları edəndən sonra görürük ki, sanki nəsə burada bir problem var. Sonra bəlkə, bilmirəm, bəziləri şəxsi inkişafla, bəzilərinə yəni sadəcə intuitiv olaraq zamanla, təcrübə ilə gəlir ki, sən əslində nə etməliydin? Onu da artıq danışdıq bayaq ki, yəni qaya ilə sən necə, belə deyək, dırnaq arası mübarizə aparmalıydın. Yəni bütün əslində məntiq bundan ibarətdir. Çox sağ olun.
Və Sağ olun. əgər təslimiyyət mövzusunu yekunlaşdıracaq olsaq, bizə bir təslimiyyətin düsturunu verə bilərsinizmi? Yəni hər gün xatırlayacağımız, özümüzə xatırladacağımız. Təslimiyyətin düsturu onsuz da bizim yəni bayaqdan danışdıqlarımız bütün prosesi göstərdi. Mən sadəcə ümumiyyətlə zehin çox sevir ki, biz ona simvolik bir şəkildə nə isə kodlayaq və sonra zehin onu yəni hadisələrlə, insanlarla bağlamağı çox sevir. Məsələn, bir də kimlər ki vizualizasiyanı sevir, onlarda ümumiyyətlə yəni sanki zehin həmişə bir növ orada da qurur, əlaqələr yaradır və siz məsələn bir hadisəyə baxanda avtomatik o əlaqələri qurursunuz. Və bayaq məsələn mənim o verdiyim su qaya misalı boşuna deyildi. Çünki mən onu məsələn mənim zehnim biraz belə vizualizasiyaya çox yatqın bir zehindir. Yəni mən danışanda həmişə beynimin arxa fonunda məndə serial gedir. Nə danışıramsa arxa fonunda məndə onun multfilmi, serialı hamısı gedir və o qaya daş nümunəsini məsələn mən illərdir burada saxlamışam. Yəni həmişə qarşıma nəsə çıxanda mən özümə deyirəm ki, bir texnikadır. Deyirəm ki, mən suyam. Mən suyam, o qayadır. Okay. Yəni başlayıram su kimi fikirləşməyə. Bayaqki məsələ ki, küsmürəm, incimirəm, geri çəkilmirəm. Mən suyam, qaya da problemdir. Mən buradan necə çıxa bilərəm? Yəni bu problemin ətrafında fırlanaraq, hətta bu problemdən istifadə edərək, yəni bir şəkildə buradan necə yenə axıb gedə bilərəm. Bax, onu sadəcə elə zehninizə kodlasanız, inanın ki, yəni alıb ala biləcəyiniz ən rahat, ən sadə, sanki təslimiyyət fəlsəfəsi bu olar sizin üçün. Yəni ən azından təməl səviyyədə bu olardı, mən deyərdim. O zaman son sözümüz olsun ki, su olduğunuzu unutmayın. Əlbəttə. Siz susuz. Və həyatımızda da qayalar da olacaq amma bizdə su yox. Bəli, biz suyuq, onlar qayadır, amma bizim də vəzifəmiz nədir? Yəni axmaq getmək. Çünki bu həyata yəni axıb getmək üçün gəlmişik, oturmağa gəlməmişik. Mən həmişə deyirəm, oturmağa mı gəlmisiniz? Yox, oturmağa gəlməmisiniz. Su kimi yəni axıb getməyə gəlmisiniz və bu motivasiya cümləsi deyil. Mən ümumiyyətlə motivasiya verməyi sevmirəm, həmişə bunu deyirəm. Yəni motivasiya mənlik deyil, reallıqdır ki, sən susan və bu həyata axmağa gəlmisən. Odur ki, axın, gedin, qayalardan küsməyin və necə deyərlər, həyatınızı bu şəkildə davam edin. Məncə burada yekunlaşdıraq bu podkastı. Nəsə bir sualınız varmı? Xeyr, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Təşəkkür edirəm bugünkü fərqində söhbətimiz üçün. Mən təşəkkür edirəm. Gələn dəfə görüşərik.